Salam dostlar. Bugün Kotlin proqramlaşdırma dilində ən çox istifadə olunan iki operator if və when haqqında danışacağıq. Hər ikisi şərtləri yoxlamaq üçün istifadə olunur, amma fərqli formalarda. Gəlin hər birinə baxaq və sonra fərqlərə nəzər salaq. Başlayaq if-dən. If operatorundan if belədir ki, ən əsas şərt operatordur. Else if və else-dən birli yerdə işlənir. Gəlin nümunə üzərində izah edeyim mən bunu. Bax, 2 ədəd dəyişən götürürəm. B bərabər 20. Əgər siz proqramlaşdırmaya yeni başlamışsınızsa, sizin üçün belə bir şey deyə bilərəm. Kotlin çox asan proqramlaşdırma dilidir, mən ən azından belə düşünürəm. Çünki line'lar sanki ingiliscə cümlələrdir. Məsələn, gəlin if əgər olduğunu bilirik. Necə deyək? Gəlin bir cümlə quraq. Deyək ki, əgər 10 böyükdürsə 20-dən 10-u çap eləmək istəyirəm. Necə dedimsə, indi baxın o formada yazacağam. Sadəcə bəzi yazılış qaydalarına. Məsələn, necə dedim? Əgər 10 böyükdürsə 20-dən 10-u çap eləmək istəyirəm. Yəni, əgər A böyükdürsə B-dən A-nı çap eləmək istəyirəm. Sadəcə hansı şərtdə, hansı situasiyada nə edəcəyim, yəni həmin situasiyanın mötərizənin içinə yazıram. Bu qədər dostlar. Yəni, hansı situasiyanı, hansı vəziyyətdə, hansı şərtlər daxilində etmək istədiyim mötərizənin içinə yazıram və bu şərt daxilində olan prosesi, olan action'ı isə bu iki vəzəkli mötərizənin içinə yazıram. Məsələn, mən A böyük B olduğu halda sadəcə A-nı çap eləmək istəyirəm. Bəlkə nə vaxtsaz A-nı A böyükdürsə B-dən A-dan B-ni çıxmaq istəyəcəm. Yəni, indi amma məsələn istəyirəm sadəcə A-nı çap eləmək. İndi A kiçikdirsə B-dən nə edəcəyimi isə else if-in içində yazıram. Və yenə şərtimi else if daxilində yazıram. Bura qeyd edirəm A kiçikdir B və nə etmək istədiyim vəzəkli mötərizə içərisində qeyd edirəm. Println B. Bu zaman B-ni çap eləmək istəyirəm. Gördüyünüz kimi. Yerdə hansı hal qalıb? A bərabər B hal qalıb. Məsələn, else println bu zaman çap eləmək istəyirəm. A bərabər B. Amma bəzən də belə bir şey ola bilər ki, məsələn, bu situasiyada 2 hal qalıb, düzdürmü? Həm A kiçik B, həm A böyük B. Mən fərq yoxdur. Mən o halda da məsələn bunu çap eləmək istəyirəm. Belə də ola bilər. Yəni ki, baş sala bildim demək istədim. Yəni 100% else bir dənə hal qalan situasiyada yazılmır. Eləcə də bunun başqa bir yazılışı da var. Onu da göstərmək istəyirəm sizə. Məsələn, burada nə gördük? Dedik, A-mız 10-dur, B-miz 20-dir. Məndən misalda tələb olunur maksimumu tap. Onu necə yazaram? Məsələn, yazıram if A böyükdürsə B-dən. Nəyi çap eləyərəm? Print A. Eləcə də məsələn, else halında da else false. A kiçikdir B-dən println B. Məsələn, bunu yazdım. Bu məndə tutdu 2 sətir. Belə, düzdürmü? 2 sətir tutmadı əslində. 1, 2, 3, 4, 4 sətir tutdu. Bunu daha qısaltmanın yolu var. Bunu qısaltmanın yolu da nədir? Yazaram ki, valmax elə maksimumu birbaşa ifin özünə mənimsədərəm. Yazaram ki, əgər yenə elə bir ki, ingiliscə cümlə oxursunuz. Əgər A böyükdürsə B-dən A-nı çap elə. Bu demək olacaq. Digər halda fərqi yoxdur. A kiçikdir B, A bərabərdir B. Fərqi yoxdur. Digər halda B-ni çap elə. Gördünüz, sadəcə bir sətir tutdum. Bu da belə bir yazılışdı. İstədim sizə göstərim. Baxmayaraq ki, məğz eynidir, baxmayaraq ki, mənası dəyişmir. Lakin daha qısa yazmaq da mümkündür. If-dən bu qədər. İndi isə istəyirəm when-dən danışaq. When əslində nə vaxt istifadə olunur sualını versəniz, o çox şaxəli seçimlərdə istifadə olunur. Çünki daha təmiz bir yazı forması çıxır qarşımıza, daha oxunaqlı. Məsələn, bir də nümunəyə baxaq. Gəlin elə A-mız 10-a bərabər olsun və biz when-də, when sözü ingilis nəzərdə tərcümə olunanda nə vaxt ki kimi tərcümə olunur da. When, nə vaxt ki A, nə olsun A? Nə vaxt ki A 1-ə bərabər olanda mən istəyirəm
ekrana bir söz çap olunsun. Və yəni nə vaxt ki A 2-yə bərabər olanda mən istəyirəm ki bu 2 kimi çap olunsun. Digər hallar üçün də yazaq. Bəzən bunu yazım deyəcəm. Aha, burada digər sözü çap olunsun. Belə bir yazılışdır. Və əslində bu formada yazılışdan istifadə olunur. Bəzən suallar olur yoldaşlarım tərəfindən müəllimlərə verilən ki, ümumiyyətlə mən neyisinə yazıram, mənə digər 2 hal lazımdır. Ona görə yazırıq ki, error verməsin. Məsələn, burada else olmasa bu error verəcək. Onu izah eləmək istəyirdim əslində. Ona görə həmişə else yazmaq vacibdir. Siz bunu ona görə yadda saxlayın, else niyə yazılır, bunu izah eləmək istəyirdim. Gəlin hətta bir halda baxaq. Məsələn, düşünək ki, bizə həftənin günləri verilib və bu həftənin günləri olsun, gəlin bizə 6-cı günü versinlər. Və indi içinə D yazıram. Və mən çap eləməliyəm ki, əgər həftənin günləri 6 və 7 olsa, istirahət günü çap olunsun. 1-dən 5-ə qədər olsa iş günü çap olunsun. Bunu necə eləyərəm? Baxın, əgər 2 dənə rəqəm göstərdiksə, belə yazırıq. Necə yazdım? Vergüllə yazdım. Print. İstirahət yazıram, uzatmıram. Amma, məsələn, 1-dən 5-ə qədər necə yazacağım? Yazıram in, daxildə in o deməkdir. 1, 5. Burada da mən istəyirəm çap olunsun. İş sözü. Belə. Digər hallarda da olsun. Yanlış. Aha, belə bir şey çap olsun. Burada da əlbəttə istirahət günü sözü çap olunacaq. Bu da belə bir yazılışdır. Bunu da öyrəndik. Bir də məsələn, V-nin başqa 2 cür yazılışları var. Məsələn, biri arqumentsiz formada yazılışdır. Bu arqument adlanır. Yəni bu olmadan yazılışdır. Bəs bu olmadan necə yazarıq? Gəlin onu öyrənək. Məsələn, gəlin bunu buranı silək. Buranı da silək. Və biz number verək. Bir number olsun. Number olsun. Bu number -6 olsun. Baxın dostlar. Mən də yazaram ki, nə vaxt ki, nə olanda number böyükdür 0 olan. Böyükdür 0 olanda nə çap olunsun? Böyük 0 olanda əlbəttə müsbətdir. Müsbət çap olunsun. Eləcə də yazacağam. Number kiçikdir 0 olanda mənfi. Və yerdə zaten bir hal qalıb. Onun üçün artıq heç yəni yazmıram da bərabər 0. Yazıram 0. Belə. Belə bir formada da yazmaq olur. Bir də başqa bir formada yazmaq olur. Onu da göstərmək istəyirəm. Gördüyünüz kimi -6 olduğu üçün mənfi çap olundu. Digər hal nədir? Məsələn, yenə bizdə number 6 verilib. Və gəlin, nəticə lazımdır bizə. Mən də yazacağam val result bərabərdir V-nə. Amma V-nə artıq arqument yazacağam. Bu da başqa bir yazılışdır bu formada olan. Üzr istəyirəm. D-də qalbalım. Number yazıram. Burada da məqsəd nədir? Artıq burada V-dən alacağımız cavab birbaşa resulta mənimsədilir. Məsələn, 1 olanda 1. Digər hallarda qısa olsun deyə belə yazıram. Başqa sözü çap olunsun. Bu formada print elin resultı çap edirəm. Yəni burada əslində əlavə bir sətirdə yazmaqdan başqa söz çap olundu. Bizə xilas eləyir. Çünki resultı mən normalda nə yazardım? Val result. Məsələn, başqa bir şey mənimsədərdim. Sonra məsələn, altda bunları bir də yazardım. Ondan bizi xilas edir. Bu qədər. Bir sözlə, əgər sadə 2-3 şərt varsa, if istifadə etməyə uyğun olur. Amma çox şərt və ya fərqli dəyərlərlə işləyiriksə, mən daha oxunaqlı, həm də daha qısa yazmamıza kömək edir. Bir dənə də gəlin. Bir suala baxaq. Məsələn, yenə val number olsun. Numberımız 0-a bərabər olsun. Belə nümunə kimi mən yazdıqca. Yenə val result bərabər olsun. If-ə. Yenə qısa yazmaq üçün belə yazıram. Nə deyirik? Gəlin belə deyək. Deyək ki, x fərqlidirsə 0-dan. X yox. Number. Fərqlidirsə 0-dan. 0 deyil. Digər halda 0-dır. Sözünü çap eləsin. Gəlin, baxaq. Nəyi çap edirəm? Əlbəttə, result. Bu qədər.
Gəlin görək nə çap eləyir. 0-dan fərqlidir, deyil. Ona görə 0-da çap eləyir. Bu qədər dostlar. Bugünkü dərsimizdə Kotlin-də if və when operatorlarını öyrəndik. İndi düşünürəm bu operatorlara rahat kod yaza bilərsiniz. Görüşənədək.